Hamını salamlayıram. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır sistem, güruh, markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. İstəsəniz fasilə verə bilərsiniz. Sözü gedən korporasiyanın bütün parametrlərinə diqqətlə baxa bilərsiniz. İndi korporasiyanın cari fundamental göstəricilərini təhlil edək. Dobledon interaktivi ticker, DDO. Bu baxış 16 iyun 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Dobledon interaktivi alt kateqoriyaya aiddir. Leysure Games müqayisədə 30 təşkilat iştirak edir. Bu, kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifarişlərlə bağlı qərarlara baxacağıq. Tədqiq olunan şirkət üçün ümumi bal 10 baldan 9,5 baldır. Alt kateqoriya üzrə orta bal 0,4 baldır. Çox geniş baxsanız, ümumiyyətlə ABŞ bazarı çərçivəsində. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üzrə orta reytinq 1,8 bal təşkil edir. Şirkət üçün 9,5 reytinqinə qarşı Dobledon interaktivi. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Dobledon interaktivi və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük Dobledon interaktivi mənfi 31,7% dəyişmə göstərib. Alt kateqoriyada qiymət dinamikasına qarşı 67,5%. Şirkətin bazar kapitallaşması Dobledon interaktivi 0,44 milyard dollar təşkil edir. Alt kateqoriyanın bazar kapitallaşması 256 milyard dollardır. Şirkətin balans dəyəri 0,9 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması 37 milyard dollardır. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Dobledon interaktivi alt kateqoriyada bazar dəyəri qiymətləndirilərkən 0,17% təşkil edir. Balans dəyəri 2,442% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən şirkətin 0,36 milyard dollar borc öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti şirkətin öz kapitalının %4-düdür. Şirkətin borc səviyyəsinin reytinqi çox yaxşı, 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 3,7-dir. 338,8 alt kateqoriya üçün orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 117 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 2,178 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,3-dür. Alt kateqoriya üzrə orta göstərici 5,7-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda gəlir 340 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 660 milyon dollar olacağı gözlənilir. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 1 bal. Alt kateqoriyada orta hesabla 1,7% olmaqla satış marjası 34,8% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada kadrların sayına görə şirkətin payı 0,95% təşkil edir. Bu, bazar kapitallaşma payından 79% azdır.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği $5.885.000 bərabərdir. Alt kateqoriyada isə $3.292.000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçisinə düşən mənfəətin həcmi $1.587.800.000-dır. Alt kateqoriyada orta $9.700.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı 0.5 bal. Şirkətin bir işçisinə düşən gəlirin payı $4.554.000-dır. Alt kateqoriya $576.000. Alt kateqoriya ilə müqayisədə bir işçiyə düşən satış balı, yaxşı 0.5 bal. Satışa çıxarılan səhmlər 0.2%, alt kateqoriya üzrə orta hesabla 2.9% təşkil edir. Göstərici rəası 14 şirkət üçün %37 səviyyəsini göstərir. Dobledon interaktivi. Alt kateqoriya üçün üsi səviyyəsi 14, təxminən 63% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $8.8. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $19.76. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində bu mövsüm səhmlərin qiymətləndirilməsi məlumat sisteminin ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarları var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Təhlilə əsaslanır. Dobledon interaktivi. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. $8.79 qiymətində yüksəliş üçün ticarət açın. Sifariş şirkətin kifayət qədər yüksək reytinqə malik olması səbəbindən açılıb. Təşkilat qiymətləndirmə metodologiyası AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 12.06-da müəyyən edilmişdir. Stop loss 5.52 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Sonra sifariş 16 iyul 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker RBLHI satmaq üçün balans əmrinə çevriləcək. Balanslaşdırma müqaviləsi ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda əsas və ya balanslaşdırıcı. Digər sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.